Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. Bugün Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin yubileyidir. Onun 70 yaşı tamam olur. Əslində zaman hər kəs üçün eyni sürətlə axır. Lakin hər ömür eyni iz buraxmır. Elə insanlar var ki, onların yaşadığı illər sadəcə təqvim göstəricisi deyil. Bütöv bir dövrün ictimai-siyasi yaddaşı, mübarizə salnaməsi və ideoloji xəttidir. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məhz belə şəxsiyyətlərdəndir. Dövlətçiliyə sədaqəti, prinsipial mövqeyi və sarsılmaz iradəsi ilə seçilən bir siyasi lider. Onun 70 illik ömür yolu təkcə şəxsiyyət tarixçəsi deyil, həm də müasir Azərbaycanın mürəkkəb və taleyüşlü mərhələlərindən keçən bir siyasi iradənin təcəssümüdür. Bu illər ərzində formalaşan dünya görüşü, qazandığı təcrübə və nümayiş etdirdiyi mövqe onu cəmiyyətin diqqət mərkəzində saxlayan əsas amillərdəndir. Hafiz müəllimə qarşıdakı illərdə uzun ömür, can sağlığı arzulayırıq. Onun tükənməz enerjisindən digər müxalifət liderlərinə də arzu eləyirik. Bəli, 70 yaş. Bu, həm də müdriklik zirvəsidir. Bu yaşa çatmaq təkcə uzun ömür yaşamaq deyil, həm də ömrü mənalı və dəyərli etməkdir. Hafiz Hacıyevin həyat yolu göstərir ki, prinsipiallıq, sədaqət və əqidə insanı zamanın sınaqlarından həmişə uzaq çıxaran əsas amillərdəndir. Bu yubiley həm də bir hesabat, bir dəyərləndirmə məqamıdır. Bugün 70 illik yubileyini qeyd edən Hafiz Hacıyev təkcə bir partiya sədri deyil, həm də müəyyən bir siyasi düşüncə xəttinin daşıyıcısı, dövlətçilik ideyasının müdafiəçisi kimi qiymətləndirilir. 70 yaşınız mübarək, hörmətli Hafiz müəllim. Bu şərəfli ömür yolunun davamı sağlamlıq, möhkəm iradə və dövlətimizə xidmət istiqamətində yeni uğurlarla zəngin olsun deyirik.